Rəşad Emin qardaşları məndən çox yer. Onların üzündə niyə olmur? Onlar 2-3 mən boydadır. Rəşad məndən Rəşad bizə məndən nə qədər köydür. Tananına da vurma, dərin həssası deyə alergiya edir ki. Nağarım bə, belə nətər çıxım çölə. Sən çıxa bilərsən asmin çölə. Nağarım deyib buralarıma video yaxıram üzümü çıxıram. Tananın buranda promo elə bil ki, üzümü elə bil ki, üzüm olan aldan gəlmə. Pudra vur. Pudra, nə biləm. Soska yemirəm, dırmayağa. İtlərə doğru verəcəm, acıqlar. Nə bilim, nə olur? Dərdim bilsəydim, elə dərdim üzmən nə olur? Mandalin yeyirəm, belə nə bilim, qızartma yeyirəm, belə duram ki, belə olur. Saçımda da olur, ne deyirsiniz saçımda qoğaq var deyə onun əlamətidir. Birdən başıma bax, belə qaşınır, quruyur, qoğaq kimi tökülür. Saçımda da olur. Qulağımın içində də olur, deyir, qulağımın. Qabıq qoyur qulağımın içi. Mənim blok atmışdın, ailəməm, nə yaxşı çıxartmışsan? Mən də atmışdım, mən çıxartdım ama. Öləsən evin içində deyil. Heç də belə yaxşı həkim tapıb gəl müalicə eləyəcəm. Gərəkirsə qanımı tuzduracam. Görənim nədir? Ölümə çarə yoxdur. Ən aşağısı çarəsi tapılacaq. Görək nə elə qaraciyərim eləyir, ödüm eləyir, əsəblərim pozulur. Olur da, insan əsəbləri də yerində olmayanda üzü belə olur. Tapajiyata görək nədir? Savadda həkim, belə burada gəlmə yazsalar həkim inanası deyirəm, çünki reklama gəlirlər. Buradakı hansı həkim deyil, getdi effektim. Bax üzümə. Arkadan Ağadənin yazdığı dərmin budur da, diqqətən alın. Buradakı Fatiye Vaş. Üz nəmləndirir. O nə qaylandı ki o? Mingəçevirə gedəcəm. Mən nə qaylam ki virus düşdün? Pis yerdişlərim yox. Harasa gedib gəzmirəm. Bütün gün evimin içindəyəm. Gəl aparacam. Hara gəlim xanım Zehra? Nə olar ki, adı kömək eləyəndə elə bil siz də mənim evladınız o 47, 50, 55, 60 yaşında xanımlar məni izləyir. Nə olar ki, bilirsinizsə, mən də sizin evladınız. Kömək eləyim, mənim üzüm düzəlsin. Yoxsa Allah'ın olsun depresiyalardayam. Depresiyaya düşürəm. Özümdə canlaşmaq belə həvəsim yox. 3 günü canlaşmıram. Vallahi ona görə yox. Ay kim ki deyir onun canınız, verizanın canınız qalxım ona görə açmır. Vallahi yox Allah'ın olsun. Mən o daşmışdı, mən daşmışdım. 5000'e yaxın adam var idi. Vallahi billahi ona görə kimdir qabağa gedir özü bilər. Mən 5 ildir ki TikTok'dayım. Quran üzümə görə olur. Açıram həvəsim olmur. Üzümü görürəm, qorxuram. Hər kişilərin öz izləyici var. Mənim adım Babək. Qara kükürtü vurmuşam onda, bu kere şeydi. Kükürtü sabına demişsiniz. İyi de ki hamamla bir çıxır kükürtü sabını. Şehrazat yazdı ki gel abi. Harada olursunuz? O hele o xanımın nömrəsini götürmüşəm. Mingəçevirə gedək görək nədir mənim dərdim. Qol nömrəsini yazdım yaddaşa. Saat 5 değil. Kimdir manyazır? Sən idin be xanım Zehra. Yaz görüm siz idiniz be. Hə, mənəm. Qoy yazdım nömrənizi yaddaşa.
Gəm. Yazdım ki Mingəçevir dərhal həkimlə aparan. Adınızı qeyd elədim. Kim idi yazan ki mən dermatologam? Göyçayda. Əşərə bir söz yazacaq o bilə. Hansı nömrədir? Nömrəsi yazım mən dermatologam. Uy aydır ha xanım kosmetolog. Üzünə baxanda bezəli düzəli xanımsız, cavan xanımsız sən Allah. Sən oxşayan bir də gəlmə yazmışdı. Bu Instagramda yazmışdı. Ayda Mike'nin adı nədir? Deyək getdim bunları mənə yazdı ki, sənin üzünü bunlar sağaldacaq. Faci deyək ya bunlar. Guava scrub, Neem faci wash, face wash. Dedi ki bunlar ilə sağaldacaq. Bir dənə də tabletka yazıb. Düzümə vurdum, üzüm apardı. 3 gündən sonra yenə qayıtdı. Nə bilim, dünya mandalini yedim deyib pis gün. Hələ şey üstün örtü ver, püsürsüz. Ona görə canlaşmıram. Yoxsa canlaması PK-larımı eləyirəm. Üzümə görə açmıram. Tanalini vururam. Deyik koftam doğru tanalini var. Tanalini də vuranda izləyiciləri yazır ki, get üzündə tanalini var. Mən daşını dedim ki, tanalini ona görə vurmuşam ki, üzüm belə bilinməsin. Ona görə depresiyaya düşmüşəm. 3 gündür ki, canlaşmıram. Tanalini vuranda ama bilinmir. Oğlumda da var. İndi ona görə burada gəlir. İnciməyə bəyəkçi həkim. Nəyə yazmışdı? Kosmetolog. İnciməyə başa düşürsünüz. Neçədən həkim ilə gəlib yazıb reklam edirlər özlərini. Yani inciməsin hamısı. Deyə yazıq, qocuğum vurma tananı. Daha da qıcıqlanacaq. Ödünləndi. Ödümdə qatılaşma var. Qocayətə gedəcəyim Mingəçevirə. Qoy danışım, mən Eldənizlə tək getməyim. Gedim Mingəçevə. Ha, bax, qoy yazım görüm. Mən ha, bax, gəlim. Aytekin xanım, ha, bax, gəlim mən. Mən elə olmalıdır ki, danışım, ya səbah yapır suyu. Buradan çıxım, gedim də ora. Hardasa 1 saatlıq yoldur. Krem eləmir. Yox, ay dünya üçün lazımdır. Bir xanım var, dedi ki, Mingəçevirdə yaxşı həkimlər var. Gedim görüm dərdi nədir bura yüzümün. Əşi, Bepanteylə də bahalımazlar alıb vururam üzümə. Onlar qarmananlıdır. Vurursan 3 gün apar, sonra yenə gəlir. Mənə lazımdır ki, daxildən təmizləyək. Görək nədir də bu? O qədər 10 mada, 12 mada mazlar var ki, vurursan üzünə, səhər dursan ki, şişək kimidir. Qızartını götürür. 3 gündən sonra yenə çıxır. Nə inirəm? Sabah bazardım. Avcılar gene yok, gene xan var burada yayıncı. Birinci xan, onda var, onun küpüsdür. O getmir gene. O yüzden belə pirişib çıxır, belə. Elə bilsən ki, pirişib kimi. Yox, məndə gene deyil, gene bilinir. Gene deyil məndəki. Gene çox pis şey düşür, mən heç gəlirəm. Yəni, mənim əmim oğlunda var, üzündə çıxır, nə gün dəydi üzü. Üç gündən sonra üzüm olacaq şüşək kimi. Üzümü mən tanımı, üzüm olacaq dünya qalmış şüşək kimi.
Heç nə olmayacaq. Sağalacaq, quruyub töküləcək, bax belə qabaq qoyub. Üzüm olacaq şüşə kimi. Digər ki, mandalin yiyəcimi tutaq ki, nəsə bir qızartı, 3 günə mi, 4 günə, bir də baxacaq, səhər duracam ki, yüzüm baxacağım ki, qaşındı. Duracam ki, üzüm qıpqırmızı qızarıb, məcburum, onda tamamıyla vurub, yayın atıram. Mən haram yemirəm, Allahın olsun sənin. Haram nağarmışam, haram yeyib. Haram yemək. Kimsə bana içindən gəl burada hədiyyə atır, burada o haramdır. Yox, qotur deyil, nəsə daxildədir. Yox, hayal çoxdandan var. Amma belə deyildi də, get-gedə artdı. Belə deyildim. Çoxdandan olurdu, amma elə belə. O diprosalik mazıdır, Elekomdur. Onlardan bir dəfə diprosalik alırdım, bir dəfə Elekom alırdım. Belə klobet alırdım, onları vurdum gedirdi. Elə bir onlarla yaşamışam. Həkimə sonra həkim dedi ki, onları vurma, üzünü onları ürkəşdirmirsən. Olmalı dedi ki, qarmalanlı dərmanlardır. Onlar daxildən təmizlənmir. Əgər mənim üzüm Dəmirov olsa getməyəcək uşaqlar. Deyib Ferrari yazır ki, Dəmirovdur. Əgər Dəmirov olsa getməyəcək. Gedəcək, yox yazırlar. Yox. Gedəcək. Ola bilər də, bir dənə həkim demiş ki, Dəmirovdur. Nə bilim, biri yazır, beyək yazır, göbələkdir, birinə, hər şey yazırsınız. Tiderim azı da vurmuşam, da onlar qarmanlar nədir, bekara şeylərdir onlar. Göbələyi bilmirəm, göbələk nədir. İsi dediyini eləmədim, yox, germəşov ağacı var. Dedi ki, onu çəsə məndə də deyil, belə idi, deyir, tutursan qazın üstünə, ağaçda, deyir, göndərifdir. Eləməmiş ama. Deyir, tutursan qazın üstünə, dalından su bıraxır. Ondan belə götürüb çəkirsən ora. Mən də bu üzümü görəndə o bircə belə su düşür, damcı. Dəmirov Pisorius. Mən də elədim, getdi. Elə bax, germəşov ağacı deyir, germəşov ağacının suyu tutursan qazın üstünə, dalından yanır, deyir qazın üstünə, dalından su bıraxır. O suyu götürüb çəkirsən, deyir, ömürlükdə o, bu aparır. Az yox, lazer buramı lazer eləmir, amma xarş oxu, sizin Allahınız olsun, lazer nədir? O da bekarı şeydir, teli deyilin vur deyirsən. Aparır, sonra yenə gəlir. Neyse uşaqlar, mən bağlayıram, başladılar bunlar, sən nə gündəsən? Bir dənə də çay için. Yox uşağı. Nə gündəyəm, heç vaxt lağ eləmə. Mən istəməzdim belə olum. Çıxırda nədirsə bilmirəm. O qədər pis adamlarsınız ki, bəziləriniz. Mən o qədər təhqir edirsiniz ki, o qədər haqqıma gemirsiniz ki. Əl ya da geç çıxacağı qabağınıza. Hakkımı. Ooo şeymiş ya, Saska. Mənim əsəbim də var. Əsəbləşdim də, əsəb həkiminə də getməliyəm. Hayal xanım, baxın da o Mingəçevirdəki xanım görək. Əsəb. Mən burada dəri həkimlə getdim, o xanım burada mənə baxır, Mingəçevirə dəvət eləyər. Mən dəri həkimlə getdim, mənə baxan kimi dedi, sənin psixoloji problemlərin də var. Üzümə baxan kimi dedi ki, sənin qaraciyərin narahatdır. Apardıq, uziyə düşdüm, uzidə dedi ki, bir dənə piylənmə var. Ayrı işləyəm yox idi, ta işləyəm çıxmadı. Bir dənə uziyə düşdüm. Bir dənə iğnə yazdı, sistem.
bir həftə köçürdüm. Bir dənə iğnənin bir dənəsi 60-70 manat idi. Sistem qaraciyarıma. Bir həftə köçürdüm. Tabi bir dəfə görüb görəcəyim alıcı odur. Bir dənə onu eləmişim. Bu da neçə il bundan qabaq. Aşağıda burada hamınız her şeyi yazabilirsiniz. Bundandır, ondandır, ay sebariyadır, ay göbələkdir, ay psoriazdır. Ona həkim qərar verəcək. Yaxşı, nara 20. Çalışacağım ki tamamını vurmayayım artıq özümə. Baba sidik nəsil. Az ayna dur, az irgənərə. Dəmirov da qaşıntı verir. Yoxmuşam. Dəmirov da qaşıntırır. Sən üzünü işinə çəkmə. Az yox irgənərəm sidiklə üzümü silməyə. Bərdədə ən gözəl kosmosikrin eləyim bu gün. Yox, İngiltərəyə gedəcəm. Mən Bərdədə yaxşı həkim tanımıram. Bir dənə oğlum dedi ki, sənə evlənmək lazımdır. Burada da yazılır, evlənmirsən deyin, ona da görə elə olur deyir. Mingəçevirə ged. İkram həkim harada yerləşir? Yox, xanım Zəhra xanım, yaxşı həkimlərə gedim, Mingəçevirə. Çünki təpədən tırnağa yoxlanacağım. Yaxşı, gedərik. Gələcəm aparsın xanım. İnşallah yaxşı olaram. İnşallah qorxulu bir şeyim çıxmaz. Çox yeməkdə insanı xəstəliyə salır. İnşallah heç nəyim çıxmaz. Allah böyüksə. Mən yaşamaq istəyirəm, ölmək istəmirəm. İstəmirəm xəstə düşüm. Alergiya deyil Qaragül. Effekti götür, çox uşaqla pis gündədir, istəmirəm. Aşıqlar yeməkdən dörd yaşa demin gel məndən çox yeyir qardaşlara. Mənim də köhdülər. Onluq deyil.
Ne olar ki indidən yazmayın da görək səhərindəki birinci gün olsun, görək həkim baxıb qərar verəcək nəyən var. Qan analizi verməzsən heç nə çıxmayacaq o səhər. Bəlkə də həqiqətən nə pis xəstəliyin var. Ac qarına gedəcəm ona. Şəkərdən də verəcəm, gizli şəkər də ola bilərəm. Bax, yenə ciyarımda yanır susundan. Elə bil o fantalar içirəm, oxsap eləmə, oxay, elə bir ürəyimə axır, başa düşürsən, buz kimi su içirəm. Mən qış günü həmişə xaladenikdən buz kimi kol içirəm. Buz, amma bir dəfə klip düşmürəm. Bir dəfə xəsət, buz kimi yaz, qış ayında. Xaladenik buz deyil, buz, adamın dişi donur. Baxım, deyil, içdiyim axı fanta var, deyil, çörək yeyəndə. Buz kimi. Ama üzüm pis gündə deyil, uşaqlar. Qızar, nədir? Effekti çıxarında baxsızsa qorxarsınız. Dedi də, Namik dedi, xanım Zehra yazdı ki, gəl aparacam mən deyir həkimə. Gedib təpədən tırnağa hamısından yoxlanacam, uziyə düşəcəm, sonra mədəmi yoxladacam, mənim insulin diləncim var, mədə altı vəzimi yoxladacam. Başa düşürsən, hər bir şeydən yoxlayacam. Silikdən analiz verəcəm. Hər bir şeydən verəcəm. Mənim su yoxlamam. Bax, uşaqlar, bunu da deyim. Maşın sürdüyüm yerdə düşürəm dükana girimi. Birdən tualetə getməyim var. O şey yox, sidiyə getmək. Baba, göynəməklə. Özümü saxlaya bilmirəm, başa düşürsən. Tez elə bir yer axtaram ki, tez özümü verim ora. Malı deyək ki, duzunda var, su yoxluqdur. Elə başa düşürsən. Elə bir ki, özümü saxlaya bilmirəm də. Elə bir saxlaya bilmirəm. Elə az qalırsam ki, pampres taxam. Malı deyək ki, su yoxluqdandır, bax o. Allah'a birdən dükkan azada gedim, birdən tutur göynəməklə. Bax, göynəmə olur. Elə bir ki, özümü sıxa bilmirəm. Göynəməklə. Bax, bir də onu da deyim ondan da. Prostulatını yoxlar. Prostulat nədir? Şəkər. Yox, şəkər deyiləm. Olur da, böyrəkdə soyuqluğum olur. Çünki ayaqların birdən qapını yuyuram. Şlankımı allam əlinə, fıskırdıram, ayaqlarımda sırtımı soyuq çəkir. Ayaqdan da soyuq çəkir. Nəyə gülürsünüz ki? Dərdimi danışıram da. Prostulat. Ondandır. Az şəkərdən. Az şəkər deyiləm, az seysən mi? Gedib verəcəm da yaxşı. Səhər ac qarına durub gedəcəm. Şəkərə meyillisən. Bütün həkimlər hamısı dedi ki, gidək şəkərə meyillisən. Şəkərin də meylin olmayan adam var. Köylükdəndir. Nə bilim nə olub, bilsəm üzümə nə olub deyərdim sizə. Soyuqlamısan, biləm onu. Fərdə yazıb ki, qoş deyəcəm. Həkimsiniz, qoşum yaxşı. Ne danışmaz mən bundan. Salam baboş, necəsən? Hər kəsin axşam, daha doğrusu sabahınız xeyir olsun. Baboş, mən sən bir şey deyim, sənin üzündəki alerjik falan belə bir şeydir, qızarıb. O da ən gözəl çöhrə klinikası var, o da Azər doktor. Mənim qardaşıma xərçəng diaqnozu qoymuşdu başqa həkimlər, amma bir də onun yanına getdi, əskərlikdən yara düşmüşdü. Onun yanına gedəndə 2 dənə tabletka yazdı. Bir maz yazdı, bir də tabletka. And olsun Allah onunla da təmizləndi. İstəsən mən səni aparım onun yanına. Mingəçevirdə olursunuz siz də? Xeyr, mən Bakıdayam. Bakıya gələndə onda. Siz nə vaxt gələ biləcəksiniz Bakıya? Bilmirəm, havaların açılmağını gözləyirdim də. Hə, ona görə də sonra hicam elətdirmək olar üzündə şeyləri, hicama alır. Ay qadan alım, hicam eləyirəm, qan çıxmır məndən. O qədər yağlıydı ki. Sən yazsan da. Bağlantı zamanı aşıma uğradı. Xanıma nə oldusa oldu. Zəhərlilik qoy. Az söyləməz, qorxuram ondan. Dur üzümü darta yeyək. Yox, ay Fərdə xanım, mən həkim
İndi hərəniz bir söz deyirsiniz. Bəlkə sənin o dediyiniz o insanda başqadır, mən də başqadır. Hərəniz bir şey deyirsiz. Həkimə yoturum bir dənə çay qoy içim. Ürəyim istədi. Həkim məsləhət almadan, bax biriniz yazırsınız bu dərmanı vur, biriniz yazırsınız o. Həkim baxmadan olmaz. Bəlkə siz dediyiniz ayrıdır, mən də ki ayrıdır. O olmaz o. Mən ən yaxşısı gedim, bağırsağımlarımı da yoxlatmaq istəyirəm. Mən mədəmdən yoxlatdım. Mən ondan qorxuram bir də. Ağzıma belə zob saldılar, zob uddum. Ömür boyun elətdim ələm ha. Saldılar belə mədəmə kimi. Nə günlərə düşdüm az mən. Ona nə deyirsiniz, zob? Hə, həkim bana. Ona nə deyirsiniz, nə idi o, nəyə sudursan, sallar mədənin içinə baxırlar, o nədir? Zomb. Zob. Hə. Onu eləmərəm. Allah 50 manat idi özdə biri. Allah nə günlər o dünyaya getdim gəldim ilahi. Burak kimi saldır mədəmə. Nə günlərə düşdüm. Çıxırdı Qarabağ klinikasında Bəyərdə də var. Orada getmişdi. Nə bilim dedi mədəndə belə səpki var. Dedi belə şeydi, o da boş qatmanzaddan dedim, nəsə yemişsən, nə bilim, Bakıda. Dedim, restoranlarınızda, dedim, Bakıda tez-tez getirdim. Dedi, o bekar şeydi, dərmanzad yazdı, bir yerdə. Onu var ha, onu ömür boyu eləmərəm. Ondan bir qorxdum. Nə günlərə düşdüm ha. Yo, pinti dəvə dıl çox. Yo, pinti deyiləm aşağıla. Pintilikdən nətər ola bilər ki? Mən pastellərimi 3 gündən bir dəyişirəm. Paltarlarımı dəyişirəm. Evimi silirəm, süpürürəm. İndi edən olsun ki, cüzə saxlayım. Qəfəsin içindədir. Hamı saxlayır. Pinti deyiləm atacanım. Qara sapınım nəzir? O sedit bir şeylik değil. İt bir şeyden keçirsə qonşular da saxlayırdı itlərdən bir şeydən. Onları da keçsin. Elə mənə mani keçir. Məməşin yekəliyinə. Qışına. Elə sizin fikriniz elə o olsun. Məməşin yekəliyinə. Məməşin girsin gözünüzə. Ancaq sizinki olsun. Məməşin yekəliyinə. Ünüm olsun canınıza. Mən nə aydıyam bunlar, məməş ayındadır. Cəmilə kimdir? Atıyor öyle bir şey yazıyor. Ay Allah sen açılır. Yok kanka. Hayal xanım, Sabi xanım 680 manatlıq Duxalov deyə atıb şəklim ma. Dedim ağız mənim harama yaraşıb 600 manatlıq. Qaqa sabah şəklini çəkətməli, dəyərli həkim dostum var, çox güclüdür, atım baxsın, dəqiq diaqnoz qoysun. İndi bu dəqiq çəkib atıram. Buradasan, ay Pərvin. Allah, telefonun kamerasından üzümü çəkirəm. Az yox, az mən buna tapa bilmərəm ona. Ay mama. Kimi keçib ha, özü effeksiz azsız. Buna bax uşaqlar. Effeksiz. Allah, mən nətər atım ay Pərvin bunusa.
Mən bunu nətər atım sağ qoqam? Nə də gözəl oğlan ama. Öz kamerasıyla çəkdim telefonu. Bir dənə bu üzüm düzəlsin. Allah haqqı. Bu defeksiz ha. Niye ne olur ki aile dansçısı ki? Deyir ki katma, ne de simpatişin oğlanam ey. Allah bir denizimi kırmızısı geçse. Ben bunu nətər atmaz. Atıram, deyir atma, həkimə göstərim. Bir xət düşdü. Efektim gitti. Yaxşı da Ferrari. Aya qaraciyar yoxla, aya qaraciyar yoxla, aya da. Yaxşı da ta yaxşı bildikdə görün nə olur görək nədir. Yanmıyıb ha uşaqlar üzüm. Qırmızılar mən ağaram ki üzüm üzümdə yansın. Sen ölsen xərcəysə, üzvünün önündə bölündə geçsin. Maşallah, mən eybəcər insan deyiləm, qadan alım. Mən üzümdə mən görək nədir də dəri problemim var. Başa düşdünüz? Mən eybəcər insan deyiləm. Mənim qaşım, gözüm, üzümün quruluşu, saçım. Bezə kökü, mənim simpatişin oğlanam. Mən poçt işləyən vaxt şəkillərimi çəkmişəm də, kostyumuzda da elə gözəl, elə yaraşıqlı. Mən eybəcər insan, mən eybəcər olsam, mən deyərəm eybəcər. Nə olsun ki, effekt? Püsürsüz qoyurum. Püsürsüzü aparsız o xoş qədəmi verişin nahidədir, nədir? Ona da qoyun da. Görün qəşəy olaşaq. Apar Yıldız Tilbeyə effekt qoy. Ha qoy. Bir insan ki, yaraşıqlı çizgiləri qəşəy oldu, püsürsüz də qursan, lap gözəl görsənir. Deyil gedir də effekt. Nə olur ki, nəyəm var? Yine yansın Allah. Ayşe, Turat pis xəstəlikdir. Turat siflis xəstəliyidir. Kış, lağ eləmirəm. Turat çox insanlarla görüşməkdən elə olur. O, qabaq pozonluq edirdi də, özü danışırdı. O siflis xəstəlidir. Mən elə xəstə deyiləm ki, məndə dəri problemidir. Özü danışırdı da. Spirtli nədir ondan düşür. Ayna dursun uşaqlar. Onu tanıyanlar madeyivdir. Ki onun xəstəliyi pisdir. Allah ona şəfa versin. Mən onun bir dəfə canlısına baxırdım. Bax, belə gecə idi. Mən usta yatmır ama. Prosto kartın qoymadı. Kartın qoysaydı ona pul atacaqdım. Ürəyim ağrıdı. Hamı da ona yazırdı ki, o görsən videolar çəkir, ağlayır. O qədər dərdli bir insandır ki, baxırsan ki, elədiklərindən çox peşmandır. Başa düşürsünüz, baxırsınız ki, elədiklərindən ona Allah hamd olsun pul qoysaydı bir 20-30 manat onun kartını atacaqdım. Yazdığım gəldi. Turat. Kur'an'ın adına. Bana direkte yazarsan burada koyma. Spamaza da giderim. Direkte yazarsan atarım. Baktım benim ürəyim yok değil mi? Ben çok pis oldum.
Leyla xanımın xəstəliyi də var. Yo, vəkil Əliyeva mənə elə imkanım yoxdur, ay vəkil. Mənim də qazanc yerim burada da, qurban olum. Düzdür, mən TikTokda vaxtında canlaşdım. İndi görsən elə deyil, hər şeyin bir dövranı olur. Düzdür, mən görsünüz, özünüz görsünüz ki, mən pulumu dağıtmadım, yığdım. Qəpik. Nə bilim Hüseynov, indi gedəcəm də siz mingə çevirin. İndi xanımla danışacağım, mənim deyil şəxsi nömrəmə yazıb. Yaddaşa vurdum nömrəsini. Allaha and olsun, Quran haqqı mənim də gəlir yerim buradan da. Bax, qazım yazır. 300 manat, 285 manat qazım yazıb. 200-ünü ödədim, bir dənəsini 100 manat bir nəfər atdı ki, mənim mahnıma TikTok çək. Dedim, hə, yaxşı. Bir dənə TikTok çəkdim. Bir dənəsində 100-də sağ olsun telefon ev atdı. Dedi, götür story'ına qoyursan. Videolarımı götürsən, deyir story'ına qoyursan. Elə onlar atan kimdə 200-də qazım ödədim. Qaldı işte 5 manat borcu. Onu da deyəcəm, toyuqlarım, bax, cücələrim çox, hündüşkan var, ördəyim var. Bax, elə bir ki, bir həftəyə verirəm 200 manat. Toyuqum. Mən burada gəlirim də buradandır. Qabaqlar düzdür, yaxşı qazanırdım, ağlım oldu, pulumu dağıtmadım, evimi işimi düzəltdim. Siz özünüz gördünüz ki, bu ev böyük evdir. Bir külfət evidir bu ev. Bu evin bir dənə tikilib, üstü vurulmuşdu, içi yox idi. Ev tikməyə nə var? Onun içini düzəltmək çətindir. Hörürsən, üstünü vursan, qutardı, getdi. Hə, Ferrari, sağ olsun da 100 telefon ev atdı. Çünki o tez-tez videolarını götürüb qoyuram statusuma. Bir dənə də bir nəfər atdı 100 manat ki, mahnıma TikTok çək paylaş. Sənin səhifəndə şimdi mən də çəkdim, onu paylaşdım. Tez ödədim qazıma ki, qazım evdən gəlir, kəsərlər. Heç kimə qulaq asmaz, kiməsə düşübsə bu demək deyil ki, başqası. Yo, həkim məsləhəti, bura hələ bir söz yazır. Soska yemirəm, uşaqlar, deyirsən get soskanı ye. Onlar iç üçün alıram, paşkada olur 3 manatdır. Onu alıram, qaynadırım, bir dərk eşək yeri onu. Yəni deyirsən, o qədər pulun olur, mənim də gəlir yerim buradan da, bankım yoxdur, obyektlərim yoxdur, hansısa bu dəqiqə bu işləmirəm, mənim də gəlir yerim burada da, pek eləyirəm, hədiyyatlar pulum olur. Biri 5K atır, biri 2K atır, biri 1K atır, nə bilim, biri 500'də yatır, yığılır, balansıma pul olur, mən də köçürdürüm taksi kartıma. Heylə dolanırım mən bu dəqiqə, mənim ayrı yerdə obyektlərim yox ki, deyəsən orada mənə pul gəlir, kirəyə evlərim yox ki, deyəsən pul gəlir. Qaynatdım da, hə, qaynadıb verirəm. Qənədə alıram, qənədə də qaynadıb verirəm. Ciyar alıram, ciyar da qaynadıb verirəm. Qaynatma çiğ verə bilmərəm mən. Qaynatmışam, deyir, sopa-kapa qaynadı. Yəni durum indi soyub, xırda-xırda doğrayıb aparıb verəcəm itlərə. Bu TikTok'dan, ay Nərminə xanım, hədiyyə. TikTok'da pul qazanmaq hədiyyə atanda qazanırsan, balansın oturur. Hərə bir 500'lik bir atır, 2-3 dənə qəlb məllərində, bir qəlb məllərində sağ gəlir, 50 dolların qəpiyi oturur. O deyilir 1 manat, 1 manat, 70 qəpiyi eləyir, 1 manat deyilir, nəyə bilmirəm. Elə bir tutaq ki, kimsə sağ qəlb məllərində, o sənin balansına 50 qəpiyin dollar oturur. Burada dollarla oturur. İndi ona baxmadı, hər atanda bir də baxsan ki 20 dollar qazandın. Səhər baxsan ki PK edirsən 50 dollar qazandın. Bir sürü baxsan ki 30 dollar elə yığılır, çıxarsan maaş kimi. Evi bir aya bir də baxsan ki maaş alırsan. Mənim gəlir yerim buradır. Amma heç kimlə də işini istəmirəm də yəni. Ağlamıram ha, körsüz takip qəbul edilmir, körsüz Allah'a min şükür. Həmişə şükür edirəm, heç vaxt mən ağlamamışam. Mən 2021-dən canlı açırım, heç vaxt ağlamamışam ki, mən qazımı ödəyə bilmirəm, işığımı ödəyə bilmirəm, həmişə şükür eləmişəm. Həmişə, heç vaxt ağlamamışam, mən kiməsə canlımı paylaşmamışam ki, gəlsin mənə dəstək olsun və kiməsə yazmamışam ki, mənə dəstək ol və yaxud mənə indi elə xanım olub ki, o gün dedim ki, kimdə ikinci əl qalsıdır həyata qoymağa gördüm, bir dənə xanım çıxdı, imkanlı xanımlar var burada, mənim canlımda elə imkanlı xanımlar var ki, Simiş qabı çıxdı, dedi ki, mən o qaz neçəyədir, dedi, 4 gözlü qaz mən alıram. Gürsün dedim, istəmirəm.
Çox zor dedim, özüm alacağım. Prosto mən təzə eləmirəm, ikinci əl istəyirəm ki, həyətə qoyub, həyətə otur çay zad içməyə. Nə bilim, Şamil, buradan mənim gəlirimə bax, birdən elə olur ki, 20 dollarla çıxıram. Birdən elə olur ki, 15 dollarla çıxıram. Birdən elə olur ki, 100 dollarla çıxıram. O baxır, mən pek edirəm ki, mənə gələn hədiyyələrə. Bir günə deyirəm, o baxır mənə gələn hədiyyələrə. PK'nin biri gəlir canavar atır, PK'nin biri gəlir şir atır, PK'nin biri gəlir 10 kalıq ağaya atır. Hamısı o gün deyim, Mina xanım, hamısı puldur. Oturub Bakıya nə balansına qalır orada. Mən yığılanda çıxardıram, həmən dəqiqə kimsə mənə ağaya aytanda çıxartmıram. Gözləm yığılır, onda çıxardıram. Deyirəm ki, tutaq ki, çıxartdım, 500 manat tutaq ki. Deyirəm, səhər ustamı gətirib, mən burasını hördürəcəm. Mən belə-belə qazanıb evimi, işimi düzəltmişəm. Onda reklamlarım da olurdu, reklamlara da gedirdim. Biri zəhvir 200-300 atırdı, deyirdim, nə olar mənim mahnıma çəyək. Biri deyirdi, lazerdi, story'ndə paylaş. İndi yoxdur ama o. Yo, burada istən 10 saat qal, gəlir, ancaq hədiyyədir burada. Şeydə də tamam fərqlidir. YouTube'da da baxış sayına gəlir pul. Elə bir ki, orada nə yazır, orada baxış sayına pul verir. Bura hədiyyə verir pulu, YouTube'da da baxış sayına. Olsun da onun canlısında. İndi olur da, indi hər vaxt var idi, mən də elə idim də, indi mən də görsən, TikTok'a girdim, mənə deyərlər TikTok'a girib nə ayırmısan? Mən TikTok'a girdim, maşının ağlım oldu. Nə bilim, ay Ferrari, keçmişəm də YouTube'm də var. Prosto ora tək olmur qaqa. YouTube ali üçündür, vloglar çəkirsən maraqlı. Bax, ta ki, aləm olsa, hər görsən zarla günahı veriliş yaparan. Bax, onlar görsən, onların qazanç yeri YouTube'da qəşək qazanırlar onlar. Görsən, maraqlı, gülməli vloglar çəkirlər, paylaşırlar YouTube'da, cəmaat baxır, baxış sayılar görsən, nə güclü gəlir. Sən bilsən də ona pul verir, oradan o maaş kartlarına pul oturur. Orada vergiyə zada da çıxır, YouTube özü hamısını çıxır eləyir. Yo, Elnarə xanım, oradan düşməmişəm. Mən günüz canasında 4-5 min adam olur. Səhərdə 2 min adam var, Yox, az əvvəl ay 10 min. Qabaq bu danmayacağım, qəşək qazanır, o da deyil, çox, mənim evimin xərci çox idi. Evimin için mebelləri, siz hər şeyi hasat bilməyin, hin tikdirdim, hin elə belə hin deyil. Olur, indi hər aşığın bir dövran olur. Kim deyir ki, bu TikTok görsə, mən deyirəm, TikTok müvəqqəti bir şeydir. Qabaqlar baxırdın, sevilirdin, hədiyyələr gəlirdi. Atırdılar, indi görsən bir başqası çıxır. Səhər o olacaq, o birisi çıxacaq. Elə olur. Kimin canlısı çox olursa ona hədiyyə bol gəlir. Yadda saxla, elə var, insan özünü göstər qızlara. Elə qızlar var, qapımın ağzına mağaza doludur onlarda mağaza. Kimdir gələnsən Allah, küçədə mağaza. Doludur bu küçə mağaza. Yığdığımı şükür edirəm, yığdığımı yığdım, evimi işimi düzəltdim, rahat oturub yaşayıram. Başa düşdün Elnarə xanım, ağılsız olmadım da, əlimə pul düşdü, burnumun deyirləri, burnumun ucunu görsən. Burnumun ucunu gördüm, dedim bu pul mənə həmişə gəlməyəcək. Başa düşdün? Cırnamıram, şükür eləyirəm. Bax, paproz çəkmirəm, çayxanaya getmirəm, bir özüməm də, bir də evimdə. Şükür eləyirəm, niyə? Dəstəyim birdən olur, niyə dəstəkçilərim var, ekranımı qəşə tıklayırlar. Deyir ki, əvvəlki kimi aktif olsun. Valla kimlə nə emək istəyir ki, 100 nəfərdə oturan canlılarda 100 nəfərlə, 80 nəfərlə, 50 nəfərlə oturanlar sıralamada 3-4 olur. Mən əvvəlki kimi aktif deyiləm. Əvvəlki kimi maraqlı PK-lar eləsə, mən də dəstəyim gələr. Allah'a şükür. Düz deyirəm, 100 nəfərin oturanda sıralamadadır. Canlılarına baxsan ki, 50 nəfər var. Bütün günü PK-dadılar, sırf PK. Onlar sırf PK-ya otururlar. O yayıncı. Canlı açan kimi ta söhbət zad eləmirlər, sırf PK. Açan kimi girirlər oyuna. Burada da PK eləməsən qazanmaq olmur. Burada boş. İndi o verizara boş ekranına gəlir, o heç. O durur, insanları güldürür, biraz şey eləyir, onun boş ekranına gəlir. Amma o birləri sırf PK, açan kimi PK-ya otururlar. Girəcəm daha Hüseyin, mən biraz üzümə görə də, yoxsa mənim qabaq sıralamalarda olurdu, maraqlı PK-larım, cəzalı PK-larım, qazanırdım şükür. Hər günümə şükür eləyən adamam. Heç vaxt mən kart paylaşmamışam, heç vaxt heç kimdən heç nə istəməmişəm. Gəlib atıqlar düzdür, mənim də levelimə bax, gör mənim levelim nə qədərdir, mən də atmışam.
Yanımda olanların yanında olmuşam. Sırf dəyərdir ki, buradan qazanır yeyəsən. Mən də xəşləmişəm. Xəşləməsən o boyda level olmaq olmur. Get görüm 37 level ola bilirsən. Dünyaları qoymalısan ki, sən 37 level'a gəlib çatasan. Özünüz bilirsən ki, bahalı hədiyyələr atanda levelin qalxır. Nə bilim. Sən bilirsən Veliza gününə qədər. Bilirəm Həsən ilə qədər çox qazan. Hər gün sıralamada bir də olur. Əlbəttə ki 100 kan o 400-500 kan ilə çıxır. 100 kan $500 oturursa 100 kan. Elə bir kimsə baba sıralamada 100 bax sıralamaya baxsan günlüyə bax. Əsas günlükdür. Bax indi Ayəm Nərgiz sıralamada birirdədir. 631k hədiyyə gəlir. 100 kanı hesablayın. 100 kan oturur $500 sağ. TikTok'un tutduğundan əlavə o sənin öz qazancındır sağ oturanda. Hesablayın 631 kan nə qədər eləyir? Deməli 200 kan $1000. Nə bilim o xeylaq. Xeylaq eləyir. Yo 20.000 eləmir. $3000 eləyir. Hə, deyil fidan yaz $3000. Azdır. Gör nə qədər gəl sıralamada. SMK-ya da 245k gəlib. SMK-ya da oturur $1000. SMK-nın cansında 200 nəfər adam var. Hədə o bir günə gəlib, o bir günlük sıralama bir günlükdür. Günlük sıralamadır. Qabaq həftəlik idi, bir həftədən bir yenilənirdi. Bu günlük bir günə gələn puldur. İndi elə dəstəkçi var ki, xaricdə olan dəstəkçilərdir, uşaqlar. Xaricdə, Rusiyada yaşayan pullu insanlar var. Bir də baxsan ki, sağa 10.000 manatlıq hədiyyatdır. Allah'ın dost, başı xarab olur, o oyuna PK-yə girirlər. Qarşı tərəflə, Allah'ın dost, bir də baxsan ki, şirlər dalbadal gəldi. Sən bizə nə qədər Amerikada yaşayan pullu insanlar var, milyoncu girirlər. TikTok'da şey deyil, hədiyyatdıqca ürgəşirsən. Baxır, xoşuna gəlir, patara patır. Girir, ürgəşir. Eləsə var deyir, qol evrim qalxsın, özün qızlara göstərir. Köy qızlar baxsın. Nə bilim, aşıqlar da belə. Hə, oynayacağım. Oynayanda maraqlı PKM eləyəndə gəlir. O gün dünyanın oynadım, $200 qazandım. Cəzalı oynadığı, Allah haqq, bir gün $200 oldu. Maraqlı hədiyyələr gəldi. Mənim də 35 levelim var. Gündəlik 200 milyon. O yaşında dəstəkçisi var, götürür. Dəstəkçisi var. Demirəm, dəstəkçisi var, dəstək olurlar. Onları canını açır. Kimsə məcbur eləmir, gəma hədiyyat. PK-li kimsə gəltib, atır. Elə adam var, çox istəyir, fanatı olur. Çox istəyir, içindən gəlir, atır. Mən də atmışam. Şurada heç gözə gəlsin, o olur. Mənim də vardı, mən də buradayım, hə, mənim də dəstəklərim qabaq keçəydi, mən də özümə günahlardım. Düz deyim, mənim elə çox güclü dəstəyim, onlar kimi hər gün sıralamada olmuşam 4-də, 5-də, 6-da, 11-də, 20-də. Şükür eləmişəm, yenidə yığmışam, evimə eşiyimi düzəltmişəm. Siz özünüz bilirsiniz ki, mənim evimin eşiyimin xərci çoxdur. Həqiqətən mənim evimin xərci çoxdur. Mənim evim 13-12-yədir. Görün, böyük evdə otaqlar var, mülkçülü mebelləri var. Yo, mən də çox maşın aldım, Hind itirdim, həyatımı tam etdətdim. Xeylaq dəyişiklər elədim. Tavuşa və salam. Amma qabaqçı kimdir? Yeni də şükür edirəm də qazanırım. Oturub ağlamıram ki, qazanırım. Nə bilmirəm niyə qızarım, indi həkimə gedəcəm. Əlbəttə ki, yəni sağlama qismət deyəndə Allah hamıya ruzu versin. Valla mən canlaşmışım belə. Bilmirəm, Hayal xanım, mən indi deyə bilmərəm, amma hər nəysə, yəni onu görsən, onda o da şükür. İndi o da ağlını istifadə eləsə, kullansa bir qəşək ev alar özünə. Çünki qazancı yaxşıdır. Yəni, burnunun ucunu görmək lazımdır. Deməsin ki, mən pul buradayım, tabi olsa həmişə mənə atacaqlar, yox. TikTok əbədi bir şey, müvəqqəti bir şeydir. Loxlar olmur o, mən də atmışam loxam. Xoşuma gəlir, kimsə canlısına girir, maraqlı peykilir, xoşuma gəlir, atıram. Qarşı tərəf deyir ki, mən udandı, insan prinsipə girir. Mən niyə lox olam ki, şükür. Mən atıqlar mən də atmışam, mən də xəşləmişəm, tək ev altını tutmamışam.
Neyse uşaqlar, mən bağlayayım artıq. Gedim yatım, sabah durum, görüm. Başıma nə gəlir? Sever ev aldı. Tata Sever içildi TikTok'ta da Ahmetova, gəlsən almasın. Əslində zehnəm gedir elə insanlardan. Demirəm, Severə yox. Qazanırsansa, evin varsa gizlətmə. Alt izləyicilərlə bölüş. Mən elə şeylərə çox pis baxıram. Durum burada mən yazıqlıq eləyim, apla, elə şey yox. Mən mənə gəlir, mən göstərirəm, izləyicilərimlə bölüşürəm. Xoş deyirəm, bax sağ olun sizin şotunuza mebel aldım, sizin şotunuza maşın aldım, sizin şotunuza evlərimi düzəltdim. Hamısı sizin şotunuza çardağımı elədim. Sizin şotunuza gözəl hinlər tikdim. Mən bunları hamısını göstərdim. İzləyicilərini gizləməyin. Evinizə gizləməyin. Deyir, yalan ayaq tutur, amma çox getmir. Qazanırsan, aç deyilən üzrə kimsə necə deyəcək ki? Qazancı açmışsa, ev almışsan, Allah xeyrini versin. Gizləmək lazım deyil. Mən heç nəyimdə gizləmirəm. Yox, hay Ferrari bağlıyor artıq. Gecdə yatacam qaqa. Sabah görüm üzüm da belə fəlakət. Bərbad olsa canlaşmayacağım. Ya da deyirlərdi tamanını vurma. Yox, ağam, mən Severlə münasibətim var ki, ailəm hoş. Mənim ona nə münasibətim var ki, mən onu pek eləmişəm. Alıb Allah xeyrin versin. Yəni, gizləmək lazım deyildi. Arsan izləyicilərlə bölüş. PK-nı sabı özümə bir maraqlı PK yoldaş tapacağım, Elvin. PK eləyəndə dəstəyim gəlir, amma boş ekrana yox. Ayda da bir dəfə olur. Amma PK eləyəndə dəstəyim olur. 100 dollar kazanıram birdən, 50 dollar kazanıram. 50 dollar da vur 1.70'e gör nə qədər eləyir. Şükür eləyirəm. Birdən olur 30 dollarım olur, birdən olur 40 dollarım olur, birdən olur 10 dollarım olur. Hər günümə şükür, qazımı da ödəyirəm, işığımı da ödəyirəm, toyuqlarımın yemini də alıram. Amma kart paylaşmıram. Həyatı boyun eləmərəm. Jot dilənçilikdir. Sırf mamını at, sırf istəyirsən ki, deyirsən ki, mamını at, mamını ver, bunu alım da, o şey yox, onu eləmərəm. Mən otu pek eləyirəm, deyirəm, tıklayın, demirəm, amma nə olar, şir atın, uşaqlar, şir atın, udun, pek eləyirəm, içindən gələn atır, içindən gəlməyən atmır, o şeyə, elə də özümü dolandırıram. Çox sağ olun. Yaxşı. Özünə giriş naradı. İnşallah yaxşı olar. İnanıram. Allah böyükdür. Nə qədər görüm. Həkim nə deyəcək indi? Gedin təpədən tırnağa yoxlanım. İndi görüm nə qədər pulda indi görürüm nə qədər tutacaq. Ən aşağısı qan analizi zadı vermək baha tutar. Bir mağara gəl ki, 100-200-300 manat gedər. Götürüm gedim da. Heç olmasa orada müalicələr də, dərmanlarım da çox tutacaq. Amma deyəcəm, həkim, sən Allah firma dərmanları yazmama. Firma dərmanları çox baha eləyir. İstəmirəm firma dərmanları. Oraya gedəndə deyəcəm, firma dərmanları yazma. Düzdür, həkimlərin çoxsu anlaşırlar. Hə, bilirəm, elə ancaq elə tutar. Çünki təpədən tırnağa qan analizi bahadır. Nə bilim, ay mavişim, nə soruş, nə də mən deyim, bilmirəm nədir. İndi həkim deyəcəkdə üzümə nə olduğunu. Baboş, niyə reklamla cavab vermədin? Nəyə? Həmin geç öyle gedəcəm. Sələm verirsən, Allah eləməsin, sələm haramdır. Həyatı boyu. Desəm ki, mənim qazancım oradan çıxacaq, yenə də onu eləmərəm. Gör o insan nə günə qarşı gərsənə sələm götürür, ömür boyu. Cinayətdir sələm vermək.